Değerli YouTube kanalımızın izleyicileri, növbəti bir mənzillə hamımızın qarşınızdayıq. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, İnşaatçılar metrosuna 2 dayanacaq məsafədə yeni tikili binada 3 otaq 115 kvadrat ölçülü, yeni təmir olunmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə təqdim edəcəm. Hal-hazırda bildiyiniz kimi bazarda yeni təmirli və təmirdən sonra yaşayış olmayan yeganə mənzil bu mənzildir. Onu qeyd edim sizlərə. Sonra isə keçək mənzil haqqında bütün məlumatları qeyd etməyə. Burada mənzilimizin giriş qapısı yerləşir. Dəhliz giriş hissəsidir. Yəni blokdan buradan daxil olursunuz. Kifayət qədər səliqəli bir blok da var. Girişdən daxil olduqda sol tərəfdə belə bir qardırop hissəsi var. Membrandan yığılmış qardırop hissəsi var. Baxın bu şəkildədir. Sağ hissədə güzgülü açarlıq hissələr yerləşir. Bu şəkildədir. Bu qranit mərmər görünən hissələrdə istifadə olunur. Mətbəx, sanitar qovşağı və giriş hissədə həmçinin bu şəkildədir. 60-ın 1.20-yə qranit mərmərlə təchiz olunmuş bir mənzildir. Proyektlə yaxından tanış edəcəm sizi. Qonaq otağımız, sanitar qovşaqlarımız ayrı-ayrılıqda, mətbəxi, 2 yataq otağı və yataq otaqlarından eyvana çıxış var. İtkisiz proyektdir. Qonaq otağını sizlərə göstərirəm. Baxın, belə bir qonaq otağı var. Kifayət qədər geniş sahəyə malikdir. İstədiyiniz zövqünüzə uyğun əşyalar burada rahatlıqla yerləşdirə biləcəksiniz. Baxın, bu şəkildədir. Divarda məxməri, Venesiya məxməri boyalardan, lepqa işləmələrdən, güzgü və daraq işləmələrdən istifadə olunur. Hamısı lepqa materiallarından, yəni plastik deyil. Süpürgəliklər belə qapı materiallarından, yəni keyfiyyətli təmin olunmuş bir mənzildir. Qonaq otağın sizlərə təqdim elədik. Keçək. Bu hissədə mənzilin birinci yataq otağı yerləşir. Burada deski kimi nəzərdə tutulub, uşaq yataq otağı kimi nəzərdə tutulub. Çılçıraq, pərdə, kombi batareyaları tam şəkildə yerləşdirilib. Kiçik yataq otağından eyvana çıxış var. Qarşısı açıqdır. Dadaş Bünyazədə küçəsinə baxır. Kombimiz orada yerləşdirilib. Kollektiv sistemimiz oradadır. Eyvana yağış yağdığı üçün çıxmırıq. İstəsəniz eyvanı cam balkonla da bağlaya bilərsiniz. Burada mənzilin əsas yataq otağı yerləşir. Baxın. Gözəl bir əsas yataq otağı var. Otaqlar dar uzun deyil. Kvadrat ölçülü, yəni 4 bucaqdır. İstədiyiniz əşyanı rahatlıqla yerləşdirə bilirsiniz. Yataq otağında da lazım olan lepqa işləmələri burada da davam etdirilib. Twistin sıxış bu hissəyə də gətirilib. Baxın, belə bir yataq otağı var. Yəni, dizayn əsasında təmir olunmuş bir mənzildir. Bura qardırop üçün nəzərdə tutulmuş yerdir. Televizor üçün, make-up mağazası üçün nəzərdə tutulmuş yerdir. Bu hissədə isə yataq dəstəsinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir yerdir. Burada isə mənzilin mətbəxi yerləşir. Çox gözəl bir mətbəx var. Baxın, membran materialdan yığılmış tam tavana qədər mətbəx hissəsi var və kifayət qədər geniş sahəyə malikdir. Lazım olan aksesuarlarla da təmin olunmuşdur. Baxın, bu şəkildədir. Mətbəx elektrotavar üçün lazım olan bütün yerlərdə hamısı mövcuddur. Baxın, orada da, burada da hər bir şey detallıca yerləşdirə bilirsiniz. Kifayət qədər geniş sahəyə malikdir. Qaldı sanitar qovşaqları. Burada mənzilin tualet hissəsidir. Baxın, belə bir tualet hissəsi var. Mənzildə yaşayış olmadığı halda və mənzil istidir. Burada isə mənzilin hamam hissəsi yerləşir. Baxın, belə bir hamam hissəsi də buradadır. İndi isə mənzil haqqında ümumi məlumat və qiymət sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bravo Marketin qarşısında. İnşaatçılar metrosunun 2 dəqiqəlik məsafədə 19 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində yerləşir. 115 kvadrat ölçülü bu mənzil qanuni 3 otaqdır. Proyekt nədirsə o şəkildə təmir olunub. Proyektdə heç bir dəyişiklik olunmayıb. Qanuni nədirsə kupça ilə tex pasportla eyni olduğu kimi qalıb. Sənəd kupçadır. Dövlət ipotekasına tam yararlıdır. Qeydiyyatda heç kim yoxdur. Qazı, suyu, işığı daimidir. İstilik sistemi fərdi olaraq kombidir. Heç birisi istifadə olunmuyor. Hamısı sıfır şəkildədir. Qiymət 285.000 manatdır. Daha doğru və ətraflı məlumat üçün qeyd olunan nömrələ, səhifədə qeyd olunan nömrələ əlaqə saxlaya bilər. Mənzilə əyani şəkildə baxa bilərsiniz. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.